Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Qışa hazırlıq, gavalı mövsümündə gavalı cemin hazırlanmasının reseptini sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. 3 kiloqram gavalını axar suyun içərisində bir neçə dəfə tərtəmiz yudum. Bıçaq vasitəsilə orta hissədən yarı bölüb, İçərisindəki tumu çıxardıb başqa bir qazana yerləşdirdim. 3 kiloqram gavalının hamısını bu cür hazırladım. Tumunu təmizləyib qurtardıqdan sonra yarım stəkan qaynar su töküb ocağın üzərinə qoyub altını da az xodda qaynamağa qoydum. On 15 dəqiqədən sonra gavallar qaynayıb tam həll pişmişdi. Ocağın altını söndürüb sürkəşdən keçirdim. Üzündə olan gavalların bütün qabıqları nə var idi, hamısını aşüzən vasitəsilə təmizlədim. Yenidən qazana əlavə edib ocağın üzərinə qoydum. Bunu da xanımlara qeyd edim, məndə 3 kiloqram gavalı idi. 2 kiloqram yarımda şəkər tozu əlavə etdim. $20 dəqiqədə qaynamağa qoydum. 20 dəqiqədən sonra artıq cemin suyu çəkilmişdi. Çox da gözəl rəngi var idi. Çox da gözəl ətri var idi. Səhər-səhər çörəyin üzərinə kərə yağı çəkib, onu da üzərindən cemi sürtüb uşaqlarınıza versəniz çox bəyənəcək. Özünüz də videoda görürsünüz, çox gözəl rəngi var idi. Bunu da qeyd edim ki, bu cemin dadı da, görünüşü də məni uşaqlıq vaxtıma geri qaytardı. Allah hər kəsin ruzisini bol eləsin, göz haqqınızı halal edin, Allaha əmanət olun. Hazırlayan hər kəsə nuş olsun.